Allah bizim istəklərimizin qarşılığını ən gözəl şəkildə verir. Heç bir istəyimizə yox demir. Bizim içimizdə nə dərin istək varsa, onun qarşılığı var. Hətta tənqid elədiyimiz istəklər, məsələn, adətən əxlaq kitablarında, moizələrində məqam sevgisini biz pisləyirik ki, bu vəzifəpərəstlikdir, filandır. Amma bu istəyi Allah bizim ürəyimizdə qoyub. Sadəcə olaraq biz insanlar üçün yüksək məqam nəzərdə tutulub. Bizim məqam istəməyimiz öz-özlüyündə pis bir şey deyil. Bizim məqamın ünvanını səhv seçməyimiz pis şeydir. Biz məqam sevgisi ilə doğuluruq ki, bizi Allah dəvət eləyəndə uca məqama, o məqama yönələ bilək. Sadəcə məqamı məhdudlaşdıranda kreslo ilə, stolla, vəzifə ilə onu pisləyirlər ki, bu sənin məqam istəyivin cavabı deyil. Cavabını düzgün müəyyən eləmək lazımdır. Yoxsa insan daxilində heç bir istək bihudə deyil və hər bir istəyin cavabı var. Ləzzətpərəstlik də belədir. İnsan ləzzət istəyir və ləzzət istəmək insanın haqqıdır və insan ləzzətpərəstlik istəyi, hissi ilə dünyaya gəlirsə, onun da qarşılığı var, cavabı var. Mümkün deyil Allah qəlbdə bir istək qoysun, sonra da yox desin o istəyə. Belə bir şey mümkün deyil. Bu məntiqsizdir. Çox insanın din və Allah haqqında təsəvvürü yanlışdır. Çox adam elə başa düşür ki, din gəlib insanlara yox desin. Tamamilə yanlışdır, tamamilə səhvdir. Din sadəcə düşünməyə vadar eləyir, fikirləşməyə, təfəkkürə dəvət eləyir. İstəklərini incələyəsən, istəklərinə necə çatmaq haqqında düşünəsən, istəklərinin düzgün ünvanını tapasan, cavabını tapasan, necə eləyəsən ki, sən zərərsiz, ziyansız çatasan istəyivə. Necə eləyəsən ki, istəyin maksimum təmin olunsun, minimum yox. Bütün istəklər içimizdə gərəklidir, faydalıdır. Onları maksimum ödəmək lazımdır. İstəyi tam ödəmək lazımdır. Ləzzət istəyirsənsə tam ödə, məqam istəyirsənsə tam ödə o istəyi. Rahatlıq istəyirsənsə tam rahatlıq, istəyi tam şəkildə ödə. Bunu istəyirdim bizdən. Dinin davası budur. Necə yəni Allah insanın daxilində bir istək qoysun, sonra desin yox olmaz. Belə bir şey mümkünsüz bir şeydir. Sadəcə olaraq düzgün yanaşmaq, istəyi kəşf edib ona çatmaq yollarını düz tapmaq. Bu çox önəmlidir. Mənim bu istəyimin həqiqi cavabı nədir? Bunu axtarıb tapmaq. İnsanın istəkləri içində biri var, aramlıq və ləzzət istəyidir. Bu aramlıq və ləzzət istəyinin cavabı nədir? O aramlığa, arzu olunan aramlığa, arzu olunan mütləq ləzzətə çatmanın yolu nədir? Cavab budur ki, onun yolu zikirdir, zikir. Zikir nədir? Zikir öz dilimizdə necə deyə bilərik? Zikir yəni bir şeyi yad eləmək. Vəssalam. Zikir budur. Zikir bir şeyi yad etmək deməkdir. Hətta biz Allahı qəbul etməsək də, belə bir qayda var ki, zikir yad eləmək insanı rahat eləyir, rahatlıq amilidir, ləzzət amilidir. Psixoloqlar bugün deyir bu sözü, deyir ki, ləzzətin xəyalından, ləzzəti gözləməkdən insanlar daha çox ləzzət alır, nəinki özündən. Biz bir şeyi haqda düşünürük, düşüncəmiz daha ləzzətlidir onun reallığından, özündən daha ləzzətlidir. Hədisdə də var, Həzrət Əli əleyhissalam buyurur ki, dünyanın xəyalı özündən üstündür. Ahirətin özü xəyalından üstündür. Dünya haqqında düşünürsən, dadlı, ləzzətli, şirin bir şey, xəyallara dalırsan, sonra gedib o xəyal elədiyivə çatırsan. Məlum olur ki, xəyalın reallıqdan gözəl imiş, şirin imiş.
Məsələn, günlərlə gözləyir ki, bəzi adamlar həsrətindədir ki, toyum olsun. Xüsusən də bu günlərdə bəzilərinin toyu uzanıb, gecikir. Onlar gözləyir ki, toylar olsun. Çox şövqlə gözləyir, xəyal eləyir, toy belə olacaq, falan olacaq. Sonra toy olur, görürsən ki, demirəm, acıdır, amma o qədər xəyalda olan qədər deyil. Xüsusilə də toydan 15 gün, 20 gün, 1 ay keçəndən sonra o xəyalda olan şirinliyi gedir, sonra görürsən, real həyatdır, kifayət qədər də acı məqamları da var. Dünyanı bəzəyən onun xəyalıdır. Dünya haqqında düşüncələrdir. İnsan maraqlıdır, xəyal elədiyinə yaşayır. Reallıqlar o xəyala uyğun deyil, adekvat deyil. İnsanın bütün istəkləri, arzuları belədir. İnsanın, məsələn, bir vəzifəyə çatmaq arzusu var, o xəyalında canlandırır, mən filan yerdə oturacam filan, sonra gedir o vəzifəyə çatır, yorulur ondan. Görür ki, onun tələbinə cavab vermir o. Bütün dünyada olan məsələlərin hər biri belədir. Amma axirət fərqlidir. Onu düşünmək şirindir, özü düşüncədən də şirindir. Biz indi axirət haqqında, cənnət haqqında düşünürük. Bir gün qovuşanda dünyanın əksini olaraq deyəcək ki, mənim düşündüyümdən də gözəl imiş ki bu. Çünki Quran buyurur ki, orada ağla gəlməyən ləzzətlər var. Ağıl acizdir o ləzzətləri dərk eləməyə. Amma dünya belə deyil. Düşünürsən, xəyal edirsən, çatırsan, sonra görürsən ki, istədiyi vermədi. Ondan sonra nə baş verir? Xəyal qırıqlığı, insan intiqam almağa başlayır, gedib ləzzəti tapacam. Gedir və o ləzzətlər qane eləmir və daha da pərişan olur halı. Daha da narahat olur. Hədisdə var ki, insanlar cənnətdə dünyanın heç nəyinin həsrətini çəkməyəcəklər. Cənnətdə dünya üçün darıxmaq yoxdur. Cənnətdə insan gedəndə deməyəcək, dünyada oğlumun toyunu görmədim. Belə şeylər orada gözdən düşəcək. Oğul toyu, qız toyu, bunlar arzu olunacaq bir şeylər deyil. Ya məsələn, çox yeyərdim kaş kebabdan, həsrət çəkəsən, belə bir şey arzu olmayacaq. Çünki hər şeyin daha gözəlini insan görəcək və çönüb dünyaya baxmaq istəməyəcək. Hədisdə var, bir şeyin həsrətini çəkəcəklər cənnətdəkilər. Bir şeyin həsrətini çəkəcəklər, o da nədir? O da zikirdir. Zikr eləmədikləri saatların həsrətini çəkəcəklər. O saatlar ki, Allahı yad eləməklə keçməyib, o anlar. Çünki axı orada qarşılıq görür, zikrin cavabını görür. Deyir ki, daha çox ola bilərdi. Dindar ləzzətdən məhrum olan adam deyil, əksinə dindar bunun dərdini çəkir ki, niyə başqaları məhrum olsunlar, niyə görə? Halal və haram ləzzət təsnifatını mən qəbul eləmirəm. Halal və haram ləzzətlər təsnifatı yanlış təsnifatdır ki, ləzzətlərin bir qismi halaldır, bir qismi haramdır. Bu belə deyək, dərin baxış deyil məsələyə, düzgün bölgü deyil. Din bir şey deyir ki, ləzzətin daha çoxuna tərəf get, daha dərininə tərəf get, həqiqi ləzzətə tərəf get. Din demir ki, bunlar da ləzzətlidir, yox. Din deyir ki, ləzzətin özünə can at. Ata, ana, uşaq ləzzət alanda sevinir, ya narahat olur, sevinir. Bizim şuur altımızda Allahı ləzzət düşməni kimi tanıtdırmaq, qəbul eləmək mərəzi var. Uzun illər səhv təbliğatın nəticəsidir. Ata, ana nə vaxt sevinir uşağı ləzzət alanda? Amma bilirsiniz nə vaxt narahat olur? O zaman ki, məsələn, biri ləzzət adı ilə onu aldadır. Uşağa konfet kağızını verib pulunu əlindən alanda, uşaq konfet kağızının o rəngbərəngliyinə, rəngarəngliyinə aldananda ata-ana narahat olur ki, bu ləzzətli olmayan bir şey, saxta bir şey, aldatdılar onu və ona
xoşluq kimi təqdim etdilər. Allahla insanın hekayəsi də belədir. Allah deyir ki, sən aldanırsan. Səndən ləzzəti alıb, saxta bir şey verir ləzzət adı ilə. Elə çıxır ki, şeytan ləzzət tərəfdarıdır, Allah yox. Allah əksin deyir ki, sən istəyirəm ki, ləzzət alasan, amma mən gözümlə görürəm ki, səni aldadır, ləzzətli şey əlindən alır, saxtasını sənə verir, sənə elə gəlir ləzzətlidir. Amma o ləzzətli deyil, sən başa düşmürsən, anlamırsan. Allah ləzzət mənbəyidir, məxluqatı ləzzət üçün yaradıb. Biz belə başa düşsək, onda Allaha minnətdarlıq hissi ilə ibadət edərik. Minnətdarlıq hissi ilə. Şükür budur da, biz bilirsiniz bu terminləri aparırıq ibadətlər kateqoriyasında. Zikir, yəni elə bilir bir yükdür. Şükür, yəni sən nə olsa denən əlhəmdülillah Rabbil Alemin mənası bu deyil. Şükür, yəni şad olmaq, sevinmək, minnətdarlıq hissi ilə yaşamaq. Şükür halında olmaq yəni nədir? Yəni həmişə şadsan. Nə yaxşı ki sən varsan ilahi, nə yaxşı məni yaratmısan, nə gözəl Allahsan, nə gözəl həyatdır. Bütün günü başdan başa ləzzətdir. Buna deyirlər şükür halı. Biz sözləri, terminləri ayırmışıq, məna yükünü, bilirsiniz, dəyişmişik terminlərin. Ona görə də düzgün qiymətləndirə bilmirik. Şükür yəni sevinç, şadlıq. Şükür budur. Bir dənə də şey var, bir səhv yanaşma var. Deyirlər ki, insan bir şeyi çox sevəndə onu öz-özünə yad eləyir. Ona görə biz oturaq gözləyək ki, Allahı sevək, imamları sevək, Peyğəmbəri sevək ki, avtomatik çox yad eləyəcəkdi onu. Adam sevdiyi bir şeyi çox yad eləyir axı. Bu səhv yoldur, səhv yanaşmadır. Sözün bu cümləsi düzdür, cümlənin bu hissəsi düzdür. Hansı hissəsi? O hissəsi ki, deyir bir şeyi çox sevsən, onu çox yad edərsən. Bu düz sözdür. Bunu həyat da təsdiq eləyir. Mən əhəbbə şeyən ləhicə bi zikrih. Əleyhissalam buyurur. Buyurur, kim bir şeyi sevərsə, onun zikri ilə məşğul olar. Yəni, görürsən ki, məsələn, bir cavan oğlan bir qıza aşıq olur, gecə-gündüz fikrində odur. Ona demək lazım deyil ki, onu yadıva sal. Sevgi özü zikri gətirir, xatırladır sənə həmişə. Amma bu həqiqətdir, yol deyil. Həqiqət olmağına həqiqətdir, amma yol bu deyil ki, oturaq gözləyək ki, sevək ki, da bizə deyən olmasın, onu yad elə. Metod deyil bu. Metod nədir bəs? Bir şey sevməsən də, özünü məcbur elə onu yad eləməyə, yad elədikcə yavaş-yavaş sevəcəksən və sonra da sən özünü məcbur eləməyə ehtiyac olmayacaq. Artıq yad eləyəcəksən onu. Ona görə bizə deyirlər ki, dünya haqqında çox düşünməyin, çünki sevginizi artırır. Çünki bir şey haqqında çox düşünmək onu sevdirir adama. Dünyanın özü yox, mən bunu dəfələrlə demişəm, özü də öz sözüm deyil, alimlərdən birinin sözüdür də, öz adıma yazsam düz olmaz. O qəşəng söz deyirdi ki, dünyanın özü yox, xəyalı, fikri, zikri bizi xarab eləyir. Fikrinə, xəyalına gələndə dünyanın mənfiləri çıxır beynindən, ancaq müsbətləri qalır, o da şişirdilmiş şəkildə. Dünya haqqında bir təhrif edilmiş təsəvvürün əsiri oluruq biz 50-60 il. İnsan faciəsi bundadır Allah haqqı. İnsanın faciəsi bundadır ki, dünyanı xəyalında təhrif eləyir, pisliklərini görmək istəmir. Hərdən xəstəxanaya yol düşəndə xəstələr görəndə deyir, hə, dünyanın bu yüzü də varmış. Onlar adama unutturur, yaxşı hissəsini şişirdir və buna xəyalına əsir eləyir. Bir ömür olmayan bir şeyin xəyalı ilə yaşayır, əsir olur, axırda da qiyamətdə görür, ilğim imiş, yoxluq imiş dalıca düşdüyü bir şey. Heç nə imiş. Biz zikirdən istəklərimizi artırmaq və düzgün idarə eləmək üçün istifadə etməliyik. Biz bir şeyi çox yad elədikcə onu sevməyə başlayırıq. Zikir istəkləri idarə eləmə mexanizmidir. Biz elə bir iş görə bilərik ki, axirətə sevgimiz artsın. Heç ürəyimizdən keçir ki, kaş gedib görə bilərdi oraları. Bax, şəhidlər bu işdə zirəngdilər. Bu günlər şəhidlərin günləridir, qəhrəmanlarımızın günləridir. Bu günlərdə mən şəxsən özüm
İndi hər bacardığı qədər bu müqəddəs işimizə xidmət göstərmək istəyir. Biz də əlimizdən gələn qədər buna çalışırıq. O cümlədən də şəhidlərin məclisində iştirak edirik. İnsan təxminən o məclislərdə imamların ziyarətinin qoxusunu hiss eləyir. Kərbəlanın qoxusunu hiss eləyir. Çox gözəl oğlanlar qurban veririk biz. Çox dəyərli. Və şəhidlərin qiyməti həm də nədədir? Bizim yadımıza salırlar unutduğumuz həqiqətləri. Əməli şəkildə. Şəhid ona görə təsirlidir ki, o əməli şəkildə sübut edir ki, dəyər candan keçməyə. Allah da qurban olduğum elə adamları, elə oğulları seçir ki, görürsən ki, bunlar bir gül kimi insanlarmış əhatəmizdə. Hərdən onların bəzisinin özümlə şəklinə baxıram, xəcalət hissi keçirdirəm ki, elə bil ki, özümü biraz etinasız görürəm ona. İstəyirəm ki, indi bilərdim ki, qucaqlayıb, bağrıma basıb şəkil çəkdirərdim. Düşsən demə, bu böyük məqam sahibi olan insandır. Onlar uğurlu ticarət elədilər. Çox uğurlu ticarət elədilər. Onlar eşitdilər, əməl elədilər. Biz danışdıq, əməl eləmədik. Eşitdilər, əməl elədilər. Başa düşdülər və könüllərindən keçdi ki, bu eşitdiklərimizi gedək bir görək. Bu İmam Hüseynin nə gözəlliyidir, gedin bir gözümlə müşahidə eləyim. İndi ona görə də, məsələn, yuxulara gəlir, deyir ki, çox rahat gəldik, çatdıq İmam Hüseynin yanına, çox sürətlə. Adam baxır, qibtə eləyir onlara. Ki, danışan mən, əməl eləyən bunlar. Onlar çox seçilmiş insanlardır. Mən bir dəfə Kərbəla haqqında demişdim bu sözü ki, İmam Hüseyin əleyhissalam bir paltarı birinə sevdirmək üçün neynəyərlər? Bir gözəl insan seçərlər, onu paltarı ona geyindirib, məsələn, reklam edərlər də ki, gözəl insanın əynində olsun ki, müştərisi çox olsun. Demişdim ki, İmam Hüseyin Kərbəlada gözəl insanları seçdi, şəhadət libasını onların əyninə geyindirdi ki, müştərisi çox olsun. Bugün Qarabağ savaşı da onun növbəti təzahürüdür. Biri-birindən gözəl oğullar, yaşamağa hamıdan çox layiq oğullar, uğurlu, müvəffəqiyyətli, gözəl də hər baxımdan seçilmiş oğullar o şəhadət libasını əyinlərinə geyinməklə bizi düşündürür ki, torpaq uğrunda canından keçməyə dəyər. Torpağa dəyər verirlər. Haqqa dəyər verirlər. Baxırsan ki, dəyər haqqın yolunda fədakarlıq eləməyə. Ümumiyyətlə bir şey nə zaman dəyərə minir? Qurbanlarının hesabına. Bir şeyin dəyərli olduğu nə zaman aydınlaşır? Bir şey kağız üzərində yazılsın, onun uğrunda fədakarlıq eləyən olmasın, onun dəyərli olduğu üzə çıxmaz. O zaman dəyərli olduğu üzə çıxır ki, onun uğrunda canlar gedir. Canlar gedəndə başqaları düşünür ki, bu dəyərliymiş. Ona görə Allah şəhidlərə bu qədər qiymət verir. Quran kitabdır, yazılıb qalıb orada. Bu Quran həqiqətləri nə zaman dəyərli olduğu bəlli olur. Əziz canlar bu yolda fəda olanda, deyirsən ki, deməli, bu həqiqət üçün belə insanlar gedirsə dəyər. Kərbəla şəhidləri nə üçün dəyərlidir? Ona görə ki, dinin dəyər olduğunu ifadə elədilər. Bugün bizim şəhidlərimiz də inanın həmin karvanın üzvləridir, o yolun yolçularıdır. İmam Hüseyin karvanına qoşulurlar bir mənalı olaraq. Bu Kərbəla karvanıdır, Kərbəla ordusudur. Bir mənalı olaraq canları çıxan kimi İmam Hüseynin qoynundadırlar, İmam Hüseynin qucağındadırlar və nə xoş onların halına. Nə xoş onların halına ki, çox faydalı iş görürlər özləri üçün, cəmiyyət üçün. Onlar təkcə torpağı qaytarmırlar, inanın mənə şəxsiyyətimizi bizə qaytarırlar. Ləyaqətimizi bizə qaytarırlar. Bir millət kimi özümüzü hiss eləməyə başlamışıq. Hiss edirik ki, artıq milləti, əvvəlki o natamamlıq kompleksindən çıxırıq yavaş-yavaş. Bu, elə-belə başa gəlmir, qanlar bahasına başa gəlir. Şəhidlər şəxsiyyətimizi bizə qaytarır, qürurumuzu bizə qaytarır. Hiss edirik ki, mən neçə illərdir minbərdən bunu deyirdim ki, bu milləti kiçiltməyək, bu millət böyük millətdir. Şərait yaransın, yadınızdadırsa demişdim bu sözü. Öz müdürçliyimdən danışmıram, yəni biz bu həqiqətləri anlayırıq, bilirik. Mən demişdim bir zaman ki, şərait yaransın, görəcəksiniz ki, bu millət nələr eləyəcək, bugün onun şahidi. Bugün o eşitdiklərinə əməl eləyir.
inancını qanı ilə təsdiq eləyir, qəhrəmanlıq. İndi inşallah bu döyüş bitsin, uğurla, qələbə ilə bitsin. Çox xatirələr yazılacaq, danışılacaq, görəcəyik ki, bizim igid oğullarımız hansı şücaətləri göstərirlər. Söhbət təkcə şəhidlərdən getmir və qalanların da heç də hamısı pis deyil. O demək deyil, gedənlər yaxşıdır, qalanlar pis. Allah bəzilərini saxlayır ki, başqa mühüm işlərdə görsünlər xalq üçün. Heç də o demək deyil, şəhidlik kiməsə qisməti olmayıbsa o pis adamdır. Bəli, bəzi zamanlar olur ki, bəzi vaxtlar olur ki, Allah bəzilərini saxlayır. Yenə də xalqa hansısa digər şəkildə xidmət göstərsin. Amma bütün bunlar xatirələrdə yaşayacaq, canlanacaq və biz bir daha özümüzə qayıdırıq. Öz əzəmətli kimliyimizə qayıdırıq. Şəhidlərin qanı hesabına, igidlərimizin qəhrəmanlığı hesabına. Haşiyə çıxdım, amma gərəkli haşiyədir. Şəhidlər qanları ilə bizə həqiqəti yada salırlar, bizim yadımıza salırlar. Şəhidlər bizə o həqiqəti xatırladırlar. Nə qədər çox özümüz yada salsaq, bir o qədər yaxşıdır. Yada salmayanda Allah bəla ilə bizə özünü xatırladır. Bəlalarla xatırladır. Yadınızdadırsa, mənim mövzum budur. Biz zəmanə imamının, İmam Zamanın xatırlanması haqqında danışacaq, zikr haqqında danışacaq. Çox yad eləyək zəmanənin imamını.